Dənizə sevgim uşaqlıqdan var idi. Bu da yəqin ki, böyüdükcə peşə seçimimə də öz təsirini göstərdi və mən gəmiçilik sahəsini və bu gəmiçilikdə də mənə görə daha parlaq görsənən, daha mənə yaxın olan peşə rəngsaçlıq peşəsi seçdim. ASKO-nun Zığ Gəmi Təmiri və Tikintisi zavodunda çalışıram. Çoxları üçün bura səs-küylü bir zavod, gəmilər isə nəhəng dəmir parçalarıdır. Mənim üçün isə gəmi dəniz üzərində üzən sənət əsəridir. Mən gəmi rəngsazıyam və işim bu nəhəngləri dənizin sərt üzündən qorumaqdır. Yəni təkcə gəminin rəngini deyil, həmçinin ömrünü də yeniləyirəm. İşimin detallarına gəlincə, öncə gəmini nəzərdən keçirirəm və iş planı hazırlanır. Bu iş planına əsasən ilk öncə gəmi təmizlənir, köhnə boyadan, pasdan və çirkdən təmizləndikdən sonra mərhələli şəkildə qoruyucu astarlama və boyama işləri başlanır. İnsanlar gəmiyə baxdıqda sadəcə boya görürlər, amma bu təkcə boyadan ibarət deyil, həm də gəminin qorunması deməkdir. Gəminin qorunması dedikdə nə başa düşürük? Dəniz şəraitində suyun, duzun və hava şəraitinin metala yaratdığı təsirin qarşısını almaq məqsədi ilə bu boyalardan istifadə olunur. Təbii ki, gəminin rənglənməsi, gördüyümüz rənglər heç biri sadə və göründüyü kimi deyil. Hər bir detalın, hər bir hissənin öz ayrıca rəngi var və bu kodlarla təyin olunmuş yerlərə təyin olunmuş rənglər istifadə olunur ancaq. Çoxları üçün maraqlıdır ki, gəminin sualtı hissəsi necə rənglənir. Təbii ki, bunun da bir yolu və metodu var. Bunun üçün gəmi öncə gördüyünüz tərsanəyə yerləşdirilir və tərsanə qalxdıqdan sonra artıq gəmi quruda olmuş sayılır və biz təmir işlərini bu cür davam etdiririk. 10 ildir bu müəssisədə çalışıram və işimi çox sevirəm. İndiyə kimi rənglədiyim gəmilərin sayı hesabını tuta bilmərəm, amma bunu deyə bilərəm ki, hər bir gəminin iş xatirəsi məndə tam fərqlidir. Bəlkə də işimiz tozlu və səs-küylüdür, amma nəticə nəyə desən dəyər. Gəmi dənizə çıxdıqda onun parlaqlığı və gözəlliyi özü ilə birgə bizim yorğunluğumuzu da aparır. ASKO-nun gəmiləri daim yeni və dözümlü olsun deyə biz buradayıq.